Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in amma ba'd. فإن أصدق الحديث كتاب الله وخير الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Birçok arkadaşlar her birinizə Allah subhanahu bərəkət versin, Allah subhanahu sizləri qorusun, Allah subhanahu onun haqq dinində sizi sabit eləsin və Allah subhanahu dilərəm ki, bizim üçün bu dünyadan köçərsən, gözəl sonluq nəsib eləsin. Əsas odur və bu sonluqdan götürülür. Məsələn, bir alimin yanına yaxınlaşırlar, deyirlər ki, filan kəs var idi, belə də dini tərk elədi və namaz qılmır. O da heç təəccüblənmir. Deyir ki, bəs filan kəs deyirəm, nədir dini tərk elədi, dindən çıxdı. Sən heç təəccüblənmədin deyir. Deyir, o hal deyir, mən üçün təəccüblü deyir, o ayrı bir şey. Sən Mədinən ki, deyir, filan kəs 20 il idi, sürü ibadət edirdi və o üzərində dünyasını dəyişdi. Bu deyir, təəccüblü bir işdir. Bunun üçün də nə demək lazımdır qardaşlar? Çalışmaq lazımdır. Yəni, əməllər zahir insanlar üçündür. Daxil isə Allah subhanahu ta'ala üçündür. Ona görə insan nə etməli? Daim bununla mübarizə aparmalıdır. Yəni, daxili düzəltməyə, niyyəti. Ola bilər zahiri sənin içində yaxşı abid, hətta mömin, mühsin. Amma sən özünü yaxşı tanıyırsan, sən özünü yaxşı bilirsən. Sən osanmı, yoxsa o deyilsən. Ona görə əlhəmdülillah Allahın izni ilə daim insan eləməlidir, öz üzərində çalışmalıdır, heç buraxmalı deyil. Necə qabaqlar bir neçə misal çəkmişəm. Misal üçün, qardaşlara çox vaxt sual yaranır. Ki biz, misal üçün, hidayət olanda imanımız sanki indikindən daha çox yüksək idi. Daha çox əməl eləyirdik və güclü idik imanımız. Biz 20 ildir misal üçün keçib üstündən, sanki elə gəlir ki, mənə qardaşlar deyil, 10 il keçib üstündən, yaxud 5 il keçib üstündən, təzə hidayət 1 ay, 2 ay olanda olduğum iman əldə yoxdur indi. Bunun sirri nədir? Bunun sirri odur ki, qardaşlar, biz adi düzdür çoxumuz biz fərz namazının sözlərini belə bilmirdik. Qıla bilmirdik, düzdürmü? Yəni, elmiydi, öyrəndik bunu. Fərz ibadəti öyrəndik ki, Allah subhanahu ta'ala necə ibadət eləməliyik. Sonra nədik? Onun ratibət sünnətlərini öyrəndik ki, 12 rükət ratibət sünnətləri başdan əməl eləməyək. Sonra nədik? Yavaş-yavaş hansısa bir hədis öyrəndik. Yavaş-yavaş bildin ki, saqqal da Allahın əmridir. Düzdürmü? İsbal. Bu hamısı nədir? Elmdir. Məscidə getmək, cəmaat namazı qılmaq, cümə namazına getmək, xəstə ziyarət eləmək, qardaşın ehtiyacı varsa ona kömək eləmək, bizə bacarırsansa. Təkcə şərt deyil. İnsan ki, maddi cəhətdən. Ola bilsin, insan mənəvi insana elə bir kömək eləyər ki, o vallahi ki, o maddi cəhətdən çox üstün olar. Bəli. Deməli, nədir məsələ problem? Problem odur ki, qardaşlarım, biz artıq dayanmışıq. Yəni, əməl eləmirik. Daha doğrusu, elmimizi artırmırıq. Əməl nədir? Həmənki əməl. 5 il bundan qoq, 10 il bundan qoq, nə öyrənmişdik? Hansı şeylər idi? Onların üzərində qalmışıq. Artıq artırmırıq. Və iman da təzələnmir, artmır. Bunu sən də artırdı. Bilmirdin, misal meclisə getmək, gedirdin meclisə. Yaxud hansı bir xeyir əməl, vəsələlər, öyrənirdim, əməl edirdin və iman qalxırdı. Artıq bir şey nə olub? Dayanıbdır. Niyə görə artırmırsan? Həmən şeylərdir, yəni nə artırırsan, nə edirsən? Bildiyin elbə ki, 5 il bundan qalaq nə bilirdin, odur. Sən Quran əzbərlənmirik, misal olaraq deyirəm, hədis oxumuruq və yaxud hansısa bir dərsə baxıb bir qeyd aparmırıq, düzdürmü? Amma halbuki gün gündə misal üçün, indi Allah qardaş dünyasını demişdi, Allah onun günahlarını bağışlasın. Gün gündə hər birimiz hazır olmalıyıq belə məclislər. Fərqi yoxdur. Yəni, o danışmaq elə bil ki, yəni şərt deyil ki, tələbə olmalı, gəlib orada danışmalıdır.
və yaxud da cənazəni qıldırmalıdır. Bunların hamısını hər birimiz bilməliyik. Çünki bunlar əgərlərim tələbə yoxdursa, nədir? Hər birimizin üzərinə vacibdir. Fərdül ayn olur. Fərdül kifayə nə olur? Yəni ki, belə deyək, getsən savab qazanırsan, getməsən günah qazanmırsan. O vaxt ki, məsələn 5 insan, 3 insan o insanın cənazə namazını qıldı. Artıq düşür o birisi müsəlmanların üzərindən. Amma bir müsəlman dünyasını dəyişərsə, onun ümumiyyətcə cənazə namazını qılan olmazsa, o halda bütün müsəlmanların üzərində vaciblik düşür. Və budur qardaşlar, nə etməliyik? Yəni baxmalı deyirik ki, o bizim birimiz misal üçün neçə illərdir artıq ibadət edir. O bizim harasa misal üçün Quran oxumağımızda problem var. Deməli onu düzəltməliyik. Bizim ki namazda oxuyarkən xatalar eləməyək. Misal üçün ola bilsin ki, hansısa namazın rükunlarında problem var. Sünnələrində, vacibətlərində, şərtlərində nə edəcəksən? Bunların yəni üzərində işləyəcəksən. Elm olaraq bunu yəni. Elm heç vaxt yəni ki, birdən-birə olmur. Misal üçün götürək dünya məsələsini. Sən hansısa bir iş qurursan, iş ölçəməsən. Bu dünyadır. Sən onu birdən-birə girişsən, hətta əlində belə pulun olsa, nə edəcəksən? Yəni ziyanla çıxacaqsın. Amma hissə misal üçün onun hər tərəfli bilərək, öyrənərək daxil olsan o işə, nə edəcəksən? Allahın izni ilə ziyan da olsa o dərəcədə olmayacaqdır. Bu da belə. Bizdə problem nədir? Biz məsələn aşağıdan yuxarı getmirik. Hamıya şamillənmirəm. Əksəriyyət yəni qardaşların, müsəlmanların halı budur. Deyirlər, bu balaca məsələdir. Mən bunu deyirəm, gedir böyük məsələ. Ya gedir düşür təkfirə, ya düşür təkfir fikrinə, ya həddadilik fikrinə düşür, ya da ki həddi aşır bəzi məsələlər. Niyə görə ona görə ki, qardaş, məsələlərin əslini bilmir. Məsələlərin əslini bilmir. Məsələ əsildən başlayır, əsasdan başlayır. Bütün yəni ki, elm. Əsası qurmadınsa, düzdürmü? Nə edəcəksən? Yəni, mümkün deyil ki, sən bir evin, fundamentin, bünövrəsin düzgün şəkildə, yaxşı tökmədinsə, o ev nə qədər gözəl olsa belə, tikdiyilir. Bu müvəqqəti bir şeydir. Nə vaxtsa bir yüngül bir zəlzələ olmağına, yaxud güclü bir külək olmağına, bir özünü aşacaqdır və yaxud çat verəcəkdir. O da zəiflədəcəkdir onu. Bu da beləncə biz elə. Biz əgər qayıtmasaq, bünövrənin möhkəmlədə qalxmasaq, o halda nə olacaq? Yəni, o belə gələn Allah qorusun, fitnələr, fəsadlar bizi laxlanacaqdır. Aşırtmasa da, şübhələr düşəcəkdir. Bəlkə o tərəf düzdür, bəlkə bu tərəf düzdür. Görsən insanları bəlkə yanır. Nədəndir o? Nədəndir o? Ona görə ki, ondandır ki, bu insan yəni dinini bünövrədən başlamayıbdır. Qurmayıbdır üstünə. Gelib düşürməsin, biliyorsun, hakimə məsələsinə. Düzdür, nə deyir? Siz deyir, yaltaqlarınız hakimə dua eləməklə. Əuzubillah, Allah sınırıq bu şeydən. Nə görə yaltaqlanaq? Yəni, nə səbəbə yaltaqlanaq? Biz deyirik, sadəcə bizim hakimimiz güclü olsa, millətimiz də güclüdür. Düzgün qərarlar verdi, düzdürmü? Mesela o boyutuna müharibə, qələbə salındı. Sözsüz ki, onun qərarıyla və əsgərlərimizin, millətimizin, xalqımızın gücü ilə, köməklə bir yerdə. Amma o düzgün qərarlar verməsəydi, nə qədər güclü olsun, nə olacaqdı? O gecidi, məsələn, bura gedilməli, gecidi bura gedilməli, məhv olacaqdı. Biz də nə istəyirik Allahdan? Allahdan istəyirik ki, onun güclü olmağını, qüvvətli olmağını, din üzərində qüvvətli olmağını. Bu da ki, bizim dinimizdəndir. Bunu da biz ibadət olaraq görürük. Vallahi ki. Bu ibadətdir özü. Yəni, başçıya dua eləmək, müsəlman başçıya dua eləmək. Bu ibadətdəndir. İbadətdir. Və insanlar da görürsən, düşürlər nəyə? Problemlərə düşürlər və bundan. Nədən? Yəni ki, bilmirlər. Neçə insanlar var ki, böyük məsələlərə girişiblər, insanları təkfir edirlər. Mallarını halal görürlər müsəlmanların, namuslarını halal görürlər. Deyirsən ki, açsan Quranı ki, bir kəlmə buradan Fatihə surəsini oxu, görürsən ki, nəsə oxuya bilmir. Halbuki deyirsən ki, yaxşı qardaş, necə ola bilər ki, sən bir nəfər oğurluq eləsə, tutaq ki, düzdürmü? Hökm nədir? Əl kəsilməlidir. Sən o insanın əlini kəsə bilərsənmi? Və tutaq kəsə bilərsən, haradan kəsəcəksən? Haradan kəsəcəksən? Buradan kəsəcəksən, buradan kəsəcəksən, qolun dibindən kəsəcəksən, buradan vuracaqsan.
Hardan belə bilərsən onu? O insana sual veririk də. Əgər deyirsən ki, kəsirəm əlini. O tutar. 2 nəfər oğruq elədi, 2 nəfər tutsun qolundan, 1 nəfər kəssin. Kəsə bilərsən, bizi ki, yox, o mənə kəsə bilər, o hakimin işidir. Bir ikincisi, sən nə bilirsən, onun uğradığı şey, o düşür, onun həddə düşmür ki, əl kəsməklə. Kim biləcək bunu? Yəni hakim biləcəkdir. Yaxşı, sən deməli, insanın bədən üzvünün bir hissəsinin hökmünü verə bilmirsən, deyirsən ki, onu qaytarırsan hakimə. Və necə ola bilər ki, sən insanın tamamilə bütün cəsədin hökmünü verəsən? Nədəndir? Cahillikdən. Yəni, kafir dedi, kafir deməklə qutarır ki, bunun fəsadları var. Nədir? İnsan qardaş, sabah öldü, düzdür? Gün üçün ölən kafir olsun, sən ki, canlasın, duracaqdın, qılmayacaqdın, düzdürmü? Dəfində iştirak edin, eləməyəcəkdin. Müsəlman qəbirstanında dəfn edilsin, eləməyəcəkdin. Gör insan nələrdən məhrum olunur bununla. Və üstəlik mirasına belə yiyələnmir. Və görürsən, balaca baxdığı şey nə böyük nəticələr verir. Sabah isə görürsən ki, həmən o təkfir edən insan neyini nəfsi ilə bacara bilmir, gedib mirasına yiyələnir. Halbuki sağlığında o insan, olsun atasıydı, olsun anasıydı, təkfir edirdi onu. Kafir sayırdı. Deyir ki, kafirdir, gedir, nədir, hardansa deyir ki, yox, mirasına yiyələnir, hardansa özünə belə yollar taparaq. Nəfs. Bizim nəfsə qayıdır. Və həmçindəki insanın bu yola düşməsi nədir? Cahilliyindən olurlar ki. Cahilliyindən, bilməzliyindən, ağıl naqisliyindən. Görürsən ki, insanları qurcalayırsan, görürsən bu şeyləri. Ümumi olaraq da, bu toxunduq həm oradan, həm buradan. Yəni, əsas, məqsəd nədir ki, biz nə etməliyik? Yaşa baxmalı deyilik, öyrənməliyik. Qardaş, işə baxmalı deyilik, öyrənməliyik. Yəni, biz dayana bilməliyik. Nə vaxt dayanacağıq? Artıq ölüm gələndən sonra. Necə İmam Əhməd, rəhməlullah, artıq ölüm anında tələbələr düzdürürlər ona kəlmə-i şəhadətin. Düzdürmü? O da deyir, heləm yox. Artıq tələbələr başlayır şübhəyə düşməyə ki, yəni nə oldu şeyxələr belə, yəni bu günə kimi, yəni bizə dediyi şeylə əməli düz olmayıb mı? O da şeytana deyirdi, heləm yox. Şeytan deyir ki, artıq tutardı hər şey, bitdi. Artıq cənnətdəsən. O deyir, heləm yox. Heləm yox yəni ruh bədəndən çıxmayınca, yəni heləm yox. Ruh bədəndən çıxdı, artıq Allahın izniyle cənnət ya cəhənnəm, Allah qorusun cəhənnəmdən və Allah subhanə hər birimizi və işdən bizi, qardaşlarımız, bazılarımız cənnət əhlin eləsin. Heç eləm yox. Amma sonra nə edir? Yəni tam onu sənədi ilə gətirir və sonra axır deyir, kimdir, axır kəlməsi ilə əşhədən la ilahe illallah varsa, o cənnətə daxil. Onu deyir, dünyasını dəyişir. Budur. Bu nəticə nədir? Yəni daha ibrət odur ki, yəni dayanmaq olmaz. Biz güclü olmasaq, qardaşlar, biz özümüzü düzəltməsək, nə övladlarımızı düzəldə bilərik, nə ətrafımızı düzəldə bilərik, nə qonşularımızı və heç kimi. Ona görə də birincisi öz üzərimizdə işləyəcəyik. Yəni demirəm, kimdəsə nələrsə var, nələr yox, sadəcə artırmaq lazım, daha çox. Yəni, əlhəmdülillah, necə ki, qeyd elədik əvvəlindən, yəni hərə özünü bilir. Nə var? Hansı elm var? Və yaxud hansı əməl var? Və yaxud hansı günahımız var? Düzdürmü? Və əsas da ki, insan təkləşəndə nələr eləyir? Yəni insanlar içində eləmək asandır. Təkləşəndə. Hansı ibadətlər eləyirsən tək Allahdan qalanda? Hansı şeylər eləyirsən? Nə qədər Quran oxuyursan? Və budur. Nə sədəqə verirsən? Bu daha əfsəldir və daha artıqdır. Təkləşəndə gedib oturub telefonda nələrəsən baxırsan, Allahın sənə haram buyurduqlarına. Yoxsa neyinsən, yəni yaxşı şeylərə mi baxırsan? Çünki bilirsiniz, gün içində ən böyük fitnədir bu qardaşlar. Düzdür, həm nimətdir, həm də böyük fitnədir. Hər biri üçün, həm böyüklər üçün, həm uşaqlar üçün. Çox böyük fitnədir. Qabaq deyirdik, televizor fitnədir, amma halbuki gün içində bunun fitnəsi televizordan qat-qat üstündür. Niyə görə? Ona görə televizorda bir dənə dururdu, bir otaqda, düzdürmü? Uşaq da baxsaydı, bilirdi nəyə baxır
böyük televizor idi. Böyük də box idi. O sanardı birdən nəsə baxmaq tez nəsə olsaydı belə çevirərdi ora-bura ki, bizdən nəsə nalayiq şey olar. Böyük sinema hər an özündədir. İstəyir stolun altına girir uşaq, istəyir kravatın altına girir, istəyir təkləşir otaqda və yaxud da biz. Onca Allah hər birimizi qorusun bunun fitnəsindən. Allah subhanahu ta'ala bizi günahlarımızı bağışlasın. Allah subhanahu bizlərə rəhm eləsin. Və Allah subhanahu ta'ala diləyirəm ki, bizim ölkəmizi, ölkə başımızı qorusun. Allah subhanahu ta'ala daim kimi olsun, düzgün şəkildə qərarlar vermək. Və Allah subhanahu ta'ala biz bu dünyadan köçərək bizə hər birimizə nəsib edəsin hüsn xatimə. Və yenə də Allah subhanahu ta'ala diləyirəm ki, o bugünkü dünyasını dəyişən bu baba qardaş edib, onun günahlarını bağışlasın, Allah'ın rəhm eləsin və Allah subhanahu ta'ala onun qalanlarına, anasına, yaxınlarına səbir versin. Həqiqətən böyük faciədir ana üçün, yəni valideyn üçün övladın onun içində yetməsi. Allah qorusun hər birimizi. Allah daha doğrusu bilir. Subhanakallah və bihamdik. Əşhədu ən la ilahe illə əntə əstəğfiruka və etûbü ileyk.